yolda bizim otağımıza gedən yoldur. Belə. Otağı çox qəşəng yerdə tutmuşuq. Çox sakitçilikdir bura. Normalda məsələn orta tərəf, məsələn bu qalacaq yerlərin ön hissəsi havuz, dəniz, sonra uşaq oyun əyləncə mərkəzləri, restoranlar falandır. Və biraz səs-küyüdür. Amma belə biz kənarda istədik ki, arxa hissədə sakitçilik olsun. Bu da bizim otaq. Aha, bir de böyle bir şey var. Turlardan yaxınlaşırlar, təkliflər edirlər. Məsələn, diving, safari turu, sonra ATV belə. Burada da Nurda çalışır, endirimlər etməyə. Görək necə olacaq, alınacaq mı Nurda bu iş? Görək hansılara müraciət edəcəyik biz. Əslində mənim üçün ən çox diving, safari turu, paraşüt maraqlıdır. Bir də hər gün belə qəşəng əyləncələr olur. Maraqlı, uşaqlar üçün, ya böyüklər üçün də fərqli maraqlı. Otel ümumiyyətlə çox qəşəngdir. Verdiyimiz o pulun qəpiyinə qədər dəyəcək bir yerdir. Əsl istirahət. Pasiv istirahət üçün yaxşıdır. Məsələn, Misircə gəldinsə, ən azından oteldə daha doğrusu 2 gün dadını çıxarda bilmək olar buranın. Otel çox böyükdür də, yəni gəz bitməz. Böyük sahə çox böyükdür. Hətta buradan dənizə çıxış da var. Dənizə sabah məsəl üçün gedəcəyik. İndi restoran açılacaq. Hamı belə növbədədir. Gözləyirik. Gedək görək nə var bu gün də menyuda. Götür. Aha, götürək sopumuzu. Görək necədir. Belədir. Bunlar daha doğrusu meyvələrdir. Burada ən çox mangoya üstünlük verilir. Bir də onu bildirim ki, mango hər şeydə, sokları falan, meyvələri. Burada içəridə oturmaq üçün yerlərdir. Mən də öz boşqabımı götürüm, gedim seçimlərimi edeyim. Salatları. Thank you. Bu da mangalda hazırlanan yemekleri. Bu da ördək ətlərinə hazırlanmış xüsusi yeməklərdir. Thank you. Görək burada nə var? Burada da belə. Belə çeşitlər yəni çoxdur. Burada düyüydü, burada da makaron. Belə. Belə. Neyse gəldi yeməyə. Nuş olsun hər kəsə.
Sensación, fantasía, te puse puta como tu energía.